Abala, sən kimsən? Burada nə edirsən? İllər əvvəl balaca oğlunu və yoldaşımı atıb getmişdim, yadındadır. Bax, mən həmin oğlanam. O oğlan ki, atasız böyüdüm, atasız oxudum, işlədim, anama baxdım, biznes qurdum, Ay bala, varlandım. Heç nə demək lazım deyil, götür bunu. Burada 200 min manat pul var. Bu bizim sonuncu görüşümüzdür. Şəhərin mərkəzində 3 otaqlı mənzilin açarları da kupçası. Bu da sənin maşının açarı. Bugün getmişdim özümün maşın almağa. Çanqanda hamı üçün Çanqan kampaniyası var imiş. Bütün modelləri 10% ilkin ödənişlə 48 aylıq qəzetlə maşın almaq olur. Özümə Unive Sport Edition almaq istəyirdim. Dedim sənə də yeni CS55 Plus alım. Bunların hamısını bilirsən niyə verdim sənə? Niyə abala? Çünki sən o evdə yaşayanda da, bu maşını sürəndə də, o pulları xərcləyəndə də bizi yada salasan. Bəlkə vicdanın sızlayar. Ay usta, gəl çıx da, harda qalmısan? Divarlar qaldı axı. Bu kim idi? Nə bilim kim idi? Evin yerisini axtardıq. İmkan verdi ki, ağzım açım deyim o ki, yoxdur evdə. Çıxıb 2 aydır gedib buradan. Sən də şkaturu zadı vurcina, mənim işim çıxdı, gedim gələm. Hara getdi bu?